Salam hörmətli dinləyicilər, gəlin sizdən maraqlı bir riyaziyyat sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Yanında y bərabərdir loqaritma 2 əsasından 2x və y bərabərdir mənfi loqaritma 2 əsasından x bölü 2 funksiyalarının qrafiki verilmişdir. Qrafiklərin kəsişmə nöqtəsinin ordinatı A olub, modulda AO bərabərdir modulda OB verildiyinə görə C nöqtəsinin apsisini tapın. İndi gəlin bu tapşırığı həll etməyə çalışaq. Əvvəlcə bizə verilən bu funksiyaları yazaq. Y bərabərdir loqaritma 2 əsasından 2x, bir də y bərabərdir mənfi loqaritma 2 əsasından x bölü 2. İndi biz bu funksiyaların kəsişmə nöqtələrinin koordinatlarını tapmalıyıq. Bunun üçün verilən funksiyaların sağ tərəflərini bir-birinə bərabərləşdirək. Loqaritma 2 əsasından 2x bərabərdir mənfi loqaritma 2 əsasından x bölü 2. Loqaritma 2 əsasından 2x bərabərdir. Burada mənfini qaldırıram yuxarı. Olur loqaritma 2 əsasından x bölü 2 üstündə mənfi 1. Loqaritmlərin bərabərliyi münasibətindən yazıram ki, 2x bərabərdir x bölü 2 üstündə mənfi 1. Kəsirin üstü mənfi olduğuna görə 2x bərabərdir. 2 ilə x-in yerini dəyişirəm. Bunları da sərpaz vurursam, buradan alıram ki 2x kvadratı bərabərdir 2-yə. 2-ni də sol tərəfə keçirsəm, bərabərliyin sol tərəfinə və 2-ni də ortaq vuruq çıxarsam və nəhayətində 2-yə də bölsəm, x kvadrat çıxaq 1 bərabər 0 alıram. Bu münasibətdən də x çıxaq 1 və x üstə gələk 1 bərabərdir 0-a. Bu münasibətdən də x bərabərdir 1 və x bərabərdir mənfi 1 alıram. Deməli, tənliyin iki kökü var. X 1 və x bərabərdir mənfi 1. Biz x bərabərdir 1 qiymətini götürməliyik. Çünki biz qrafikə diqqət etsək, görərik ki, bu funksiyanın kəsişmə nöqtəsi sıfırdan sağ tərəfdə yerləşir. Sıfırdan sağ tərəfdə yerləşir. Yəni, müsbətdir. Deməli, x-in qiyməti 1 olacaq. Yəni, diqqət edirsiniz, bu funksiyaların kəsişmə nöqtəsi budur. Bunun da apsisi oldu 1. İndi biz A nöqtəsinin ordinatını tapa bilərik. Çünki A nöqtəsinin ordinatı bu y bərabərdir loqaritma 2 əsasından 2x funksiyasının üzərindədir. Bunun üçün funksiyada deməli y bərabərdir loqaritma 2 əsasından 2x funksiyasında yazaq bunu. Yazaq ki y bərabərdir loqaritma 2 əsasından 2x funksiyasında x-in yerinə 1 yazsaq, y bərabərdir loqaritma 2 əsasından 2 vuraq 1. O da bərabərdir loqaritma 2 əsasından 2, o da bərabərdir 1-ə. Deməli, biz A nöqtəsinin biz ordinatını tapmış olduq. Yəni, A nöqtəsi y oxu üzərində yerləşdiyinə görə apsisi 0, ordinatı isə 1-ə bərabərdir. İndi məsələnin şərtində deməli, biz tapırıq ki, məsələnin şərtində deyir ki, modulda OA bərabərdir modulda OB-yə. Deməli, indi biz B nöqtəsinin koordinatını nə götürməliyik? 0 ilə mənfi 1 götürməliyik. Çünki şərtə əsasən deməli, A-nın koordinatı 0,1-dirsə, B nöqtəsinin koordinatı 0, mənfi 1 olar. Nə üçün? Çünki B nöqtəsi deməli, apsis oxundan aşağıda yerləşir. Yəni, onun qiyməti, ordinatının qiyməti mənfi olmalıdır. İndi artıq biz buradan C nöqtəsinin apsisini neyə bilərik, tapa bilərik. Biz görürük ki, biz buradan diqqət eləsək, görürük ki, B və C nöqtələri y bərabərdir mənfi loqaritma 2 əsasından x bölü 2 funksiyasının üzərində yerləşir. O zaman biz bu funksiyanı yazaq. Yazaq ki, y bərabərdir mənfi loqaritma 2 əsasından x bölü 2. İndi biz burada y-in yerinə mənfi 1 yazıb, y-in yerinə mənfi 1 yazıb, deməli, x-in qiymətini tapa bilərik. Mənfi 1 bərabərdir
mənfi loqaritma 2 əsasından x bölü 2. Buradan biz yazırıq ki, bu mənfini yuxarı qaldırsaq, loqaritma 2 əsasından x bölü 2 üstündə mənfi 1 bərabərdir mənfi 1-ə. Bu münasibətdən də yaza bilərik ki, x bölü 2 üstündə mənfi 1 bərabərdir 2 üstü mənfi 1-ə. Burada da kəsirin qüvvəti x bölü 2 kəsirin üstü mənfi 1 olduğuna görə 2 ilə x-in yerini dəyişsək, 2 yuxarı, x aşağı düşsə, bərabərdir 2 üstü mənfi 1 bölü 2 kimi yazsaq, bu münasibətdən alırıq ki, deməli, çarpaz vursaq, alırıq ki, x bərabər nəyə? 4-ə. Bizdən də tələb olunurdu ki, C nöqtəsinin apsisini tapın. C nöqtəsinin apsisi nə olar? 4 olar. Maraqlı sual idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.